Herkese salam dostlar, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Bir vlog başlattım. Artık bu vlog Amin əməliyyat olmadan önce hatırlayanlar hatırlayar. Rayına gitmişdi. Orada çektiğimiz vloglarıydı. Şotslarda məni qınadığınızdan gəzməyə gedirsən, nə edirsən uşağım bu halda. Həmin o gündən çəkdiyim vloglardan idi. Hansı ki, zaten biz yəni rayonum o qədər gəzməli yerdir ki, yəni ora pul tökməyə ehtiyac yoxdur. Zaten gözəl bir yerdə yaşayırıq. Burada isə bibim qızlarımla bir yerdə çıxmışdıq şəhərə, şəkillər çəkməyə, hansı ki, səhifəmiz boş qalmasın deyə. Onlarla bir yerdə video çəkirəm. Onlar da kadr aldım özlərinin icazəsi olaraq. Bura çox gözəl bir yerdir dostlar. Bura Cənnət Bağı adlanan bir yerdir. Hansı ki, Marxal tərəfdə Şəkidə olanlar, bəlkə yaşayanlar bilər. Bilməyənlər də ki, bir fikir olsun. Bura gedə bilərsiniz. Çox maraqlı bir məkandır. Yəni gəzməli yerləri, görünüş baxımından şəkil çəkdirməli yerləri çoxdur. Çox qəşəng bir yer idi. Burada yeznəviz çəkdim, kadr aldım. Burada isə kanatdır, zipline'dır dostlar. Bu olduğumuz məkansa zipline, kanat var orada. Zipline kimi adlanır. Çoxsu kanat deyəndə aparırlar sizi ora. Bir fikir olsun. Burada isə elektron, yəni tokla çəkilən, motorla çəkilən yerləncəklərdir. Hansı ki, mən düşünürdüm qızım qorxar. Amma onda qorxası sifət yoxdur. Mən belə yəni çox həyecanlanırdım, amma yenə hər ehtimal onu çox yüksəyə qaldırmamaqlarını xahiş elədim. Burada çəkirlər yuxarıya tərəf. Düzdür, təhlükəsizdir, kəmərlər bağlayırlar ayaqdan və qarın hissədən. Çox maraqlı bir şeydir. Burada artıq çəkirlər, mənə artıq stres, həyəcan basır. Bir tərəfdən də qızıma deyirəm ki, əllərimi buraxma, mənə inat əllərini buraxır. Fikrim onda qalıb əslində orada. Amma yəni adrenalin sevənlər bunu yoxlaya bilər. Çox da baha bir şey deyil. 3 manatdır bunu minmək. O qədər necə deyim, çox pis dönəmlərdən keçirdik ki, hansı ki kiçik bir saat və yaxud da 2 saat özümüzə vaxt ayırmaq belə bizə çox yaxşı gəlirdi həmin zamanlarda. Burada qalxmışıq yuxarıya, hələ qalxızırlar, yəni hələ çəkirlər. Qızımı saxladılar çünki dedim qaldırmayın onu. Baxın, indi buraxacaqlar buradan. Ayda ürəyimiz çəkilir də, sanki ürək gedir. Çox maraqlı bir şeydir, yəni yoxlamağa dəyər. Dediyim kimi Şəkidə zipline yerləşir. Kanat da desəz götürə bilərlər, hansı ki istirahət mərkəzi kimi bir yerdir. Düz çox bahalı bir yer deyil, rayon yerində nə baha yer olacaq. Bahalı deyil, amma maraqlıdır. Burada isə kanata minməyə gedirəm, hansı ki bəhs etdiyim. Bura ən çox kanat olmağı ilə məşhurdur. Adil minmədi çünki onun yüksəklik qorxusu var, amma mən yoxlamaq istədim. 7 manatdır kanatların qiyməti. Burada əvvəllər məsafə az idi, amma sonra oranı dəyişiblər. Mən də fikirləşirdim məsafə qısa olacaq, amma elə deyilmiş. Məsafəni uzaldıblar. Hansı ki qaldığımız o yerdən dağın digər ətəyinə kimi gedir və oradan fikirləşin ki 300 pilləkən özünüz ayaqla qalxıb digər kanata minib qayıtmalısınız. Yəni mən bunu bilmirdim. Bilsəm minməzdim. Çünki pilləkən qalxmağı heç sevmirəm, yoruluram, təngi nəfəs oluram. Burada isə hazıram. Maraqlanıram ki, bəs necə qayıdacam? Deyirlər orada, yəni əməkdaşlarımız var, sizə köməkliyi göstərəcəklər. Qorxmağa dəyməz məncə. Yenə deyirəm, mən yüksəklik qorxum, necə deyim, olmadığı üçün hər şeyi yoxlayıram. Burada artıq mənə buraxacaqlar və getdik. Baxın, görün məsafə nə uzaqlıqdadır. Yəni ora gedib çatmaq və qayıtmaq üçün yuxarıda görəcəksiniz. Baxın, orada da tros görsənir. Ora qədər biz pilləkənlə qalxmışıq. Əməkdaşla bir yerdə və oradan yenidən arxaya qayıtmışam. Çox maraqlı bir şeydir. Fikirləşdim ki, səhifədə həm vlog olsun, niyə də paylaşmayım. Bu aralar vlog çəkməyə heç vaxtım yoxdur, ona görə o çəkdiyim kadrları birləşdirib vlog halına gətirdim.
Yəni çox maraqlı bir yerdir, getməyə dəyər. İnşallah ki, sevərək izləyərsiniz. Bu arada dostlar, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Çünki zaten bilirsiniz, məqsədimiz bizim videoları qalxızmaq, səhifənin kütləsini qaldırmaqdır. Bunu da aminə görə istəyirik. Bura isə dostlar, Kərvansaraydır. Şəkidə çoxsu bilə Kərvansaray və Xan saraylarına getdik. Burada qədimi əşyalar, hansı ki əllə hazırlanmış maraqlı, yəni dekorlar var idi. Bunları da çəkdim. Bunların satışı da var. Düzdür, çox ucuz qiymətə deyil. Çünki burada əl əməyi çoxdur həqiqətən. Bura isə bilirlər, çoxsu bilir bu hissələri. Bura dostlar, Kərvansaraydan aşağı düşəndə qədimi şeylərin satışı ilə məşğul olan yeganə mağazadır. Burada hər şey tapa bilərsiniz. Hər şey. Və artıq burada da məni çəkirlər. Mən burada sizcə vlog çəkirəm. Burada da bibim qızı məni çəkir. Hər anı kadra almaq istədim. Çünki çox gözəl yerlərdir. Fikirləşirəm ki, yəni sevərək izləyəcəksiniz. Siz də getmək istəyəcəksiniz. Mən özüm Şəkidən olduğuma görə hər yerini çox görmüşəm, tanımışam, amma Adil bu yerləri ilk dəfə gəlir. Adil Bakıdandır, mən Şəkidənəm. Düzdür, Bakıda ailəliyəm, amma ki rayonumu çox sevirəm. Çünki cənnət məkandır. Burada isə bizi çəkirlər. Artıq Kərvansarayın həyətində yorulub oturmuşuq. Gizlin çəkirlər. Mənim hələ xəbərim yoxdur çəkilişdə. Deyir, xəbərim olmadan çək. Buna deyirlər. Buna da qəşəng video alınardı əslində, shorts videosu kimi, amma burada dəyərləndirdim. Burada isə həmin videonun shortsda görmüşdünüz. Bu anları çəkdik.